Məmur xalqın xidmətçisidir. Onun borcu daima vətəndaşlara təmasda olmaq, onların problemlərlə maraqlanıb aradan qaldırmaqdır. Bizdə isə bu mənzərə ilə rastlaşanda insanda bir qədər təəccüb hissi oyanır. Çünki biz daha çox məmurun öz rahat kabinetində oturub vətəndaşı gözlətməklə, get-getə salmaqla məşğul olduğunu görməyə alışmışıq. Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev Sağ Sahil qəsəbəsində sakinlərlə görüşüb. Yeni parkın açılışını edib. Bu təqdirə layiq haldır. Ancaq diqqət çəkən məqam odur ki, şəhər icra hakimiyyətinin başçısı və onun timsalından müxtəlif dövlət orqan və təşkilatlarının məmurları nədənsə mediadan qaçaqdırlar. Bunu isə başa düşmək çətindir. Lakin istənilən halda biz obyektivliyi qoruyaraq öz vəzifə borcumuzu yerinə yetirib, düzü düz, əyrini isə əyri şəkildə işlandırdıq. Buyurun izləyin. Mingəçevir şəhərinin Sağ Sahil yaşayış massivində şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayevin qəsəbə sakinləri ilə görüşü olub. Görüş çərçivəsində Mübariz Ağayev Yaşar Muradov küçəsində salınan yeni parkın açılışını edib. Sonra açıq mikrofon keçirilib. Maraqlısı isə budur ki, qəsəbənin müxtəlif küçələrində yaşayan sakinlərdən cəmi 3 nəfəri onları narahat edən problemlərin aradan qaldırılması üçün şəhər icra hakimiyyətinin başçısına müraciət ediblər. Bunun nəyin təzahürü olduğunu demək isə çətindir. Ərazinin işıqlandırılmaması, yolların bərbad vəziyyətdə olması, binaların dam örtüyünün sıradan çıxması və qəsəbədə bankomatın azlığı qəsəbədə yaşayan insanların üzləşdiyi əsas problemlərdir. Sağ Sahil Babək küçəsi o sakinlərin adından gəlmişəm. Orada gözləyir xanımlar. 12 ailəyik. Küçəmizin uzunu 100 metr, eni 10 metrdir. Deməli, Sovet dövrünün o küçəyə heç bir dəfə də olsun asfalt çəkilməyib. Və mən özüm başsız qadınam, bir kamaz, qrabili mən özüm tökmüşəm. Tökürük, üstündən maşınlar keçir, təzə də yol salındı ora. Nə qədər yağış yağır, su hamımızın küçədə evlərə dolur. Təbriz 11A-da yaşayıram, bu binada. Valla 5-ci mərtəbədə oluram. 4 otaqlı evdir. Hamısından damır. Mübariz Ağayev isə öz növbəsində problemlərin çox olduğunu və onların mərhələli şəkildə həll olunacağını deyib. İcra başçısı hazırda Mingəçevir şəhərində 22.500 məcburi köçkünün yaşadığına və hazırda prioritet məsələlərdən biri kimi onların yaşayış səviyyələrinin yaxşılaşdırılmasına diqqət yetirməyin vacibliyindən danışıb. Qeyd edək ki, son 3-4 il ərzində Mingəçevirin müxtəlif ərazilərinə 700 min kvadrat metr asfalt örtüyü çəkilib. 400 fərdi və yaşayış binasının dam örtüyü dəyişdirilib. 2012-ci ilin may-iyun aylarına qədər isə Kür çayının sahilində yerləşən bulvarın yenidən qurulmasından sonra şəhər sakinlərinin istifadəsinə verilməsi planlaşdırılır. Bütün bunlar vətəndaşların rifahının yaxşılaşdırılması üçün məmurların görməli olduğu işlərdir. Media nümayəndəsi olaraq bizim işimiz isə görülən işləri obyektiv şəkildə işıqlandırmaqdır. Onu da nəzərə almaq lazımdır ki, kütləvi informasiya vasitələri xalqın görən gözüdür və onlarla işləmək hər bir icra hakimiyyəti başçısının və onun timsalında bütün məmurların vəzifə öhdəliklərindən biridir. Ancaq onu da vurğulayaq ki, media mənsubları ilə alicənab davranışı Mingəçevir şəhərinin əksər məmurlarında görmək olmur. Əgər bugün əhalinin problemlərini həll etməkdən danışırıqsa, bunun yolu kütləvi informasiya vasitələri ilə qurulan sıx əlaqələrdən keçir. Nizad Xudatov, Xəyyam Rəsulov, LTV Mingəçevir.